Çox təşəkkür edirəm sizə və əl-əxsusda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına və onun silahdaşı olan, onun ən sadiq generalı olan Azərbaycan Respublikasının Daxili İşlər Naziri General-Polkovnik Vilayət Eyvazova. Vilayət müəllimə təşəkkür edirəm ona görə ki, Vilayət müəllim hər zaman xalqımızın yanındadır, əzilənlərin yanındadır. Şəhid ailələrini gəlir, rayon və rayon yad eləyir, görüşür və eyni zamanda Vilayət müəllim nazir təyin olunanda ilk gəlişi Gəncə şəhəri və bizim bu ziyarətgah İmamzadə Şəhidlər Xiyabanına və gəlib bu iki şəhidin, iki zabiti ziyarət etməsidir. Mən Vilayət müəllimə təşəkkür edirəm. Ona görə ki, o nazir təyin olunanın ilk gəlişi Gəncə şəhərinə bu iki dənə şəhidi ziyarət etməsidir. Bu bütün polisə və xalqa verdiyi dəyərdir. Biz ailə olaraq cənab nazirdən razıyıq. Ona buradan təşəkkür edirəm. 2 gündür bura polis əməkdaşları gəlirlər, ziyarət edirlər və siz də gəlmişsiniz bugün. Bilənlərim, cənab generalımız Teymur müəllim telefonla mənə başsağlığı verdi və onun adından dünənlərim gəlmişdilər bura və bu günlərində sizlər gəlmişsiniz. Sizlər şəhər polisimizin və Azərbaycan polisinin adından gəlirsiniz. Bu iki polis zabiti zamanla sizin kimi xidmət edirdilər vətənə və bunun ikisi də öz işlərinin üzərində, iş vəzifə borçlarını yerdə yetirəndə qətlə yetiriliblər. Bunlar meydanda asayişi qoruyan zaman hər ikisi ürəyindən xəncərlə dönülüb. Mən ailəmiz adından, ailələr adından, şəhərimiz adından kollektivinizə təşəkkür edirəm. Teymur müəllimə təşəkkür edirəm və əl-əxsusda dövlət başçısına təşəkkür edirəm ki, Vilayət Eyvazov kimi bir şəxsiyyət Azərbaycan Respublikasının asayişinin rəhbəridir. Və mən Vilayət müəllimə də şəxsən buradan təşəkkür edirəm. Allah sizdən razı olsun, Allah sizi qorusun. Gələnlər də, gəlməyənlər də, ürəyimdə olanlarını Allah xəta bəladan uzaq eləsin. Allah rəhmət eləsin ölənlərinizə deyilir. Eyni zamanda bildirmək istəyirəm ki, bu 2 gündə şəhərimizin başqa inzibati orqan rəhbərləri də bizlə əlaqə saxlayıblar. Şəhər Təhlükəsizlik Xidmətinin rəisi Bakıdadır, o da mənə zəng eləyib, başsağlığı verir. Şəhər prokuroru da yenə öz başsağlığını bizə yetiribdir. Və eyni zamanda sizlərin də başsağlığını bizlərə yetiribdir. Allah ondan razı olsun. Allah dövlətimizi qorusun. Kim dövlətə xidmət eləyir, Allah onu hifz eləsin, xəta bəladan uzaq eləsin. Sağ olun. Sağ olun. Allah razı olsun.